Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil faracahum. Bəhsimiz 12-ci imamın anası xanım Nərgiz xatun haqqında olacaqdır. 12-ci imamımız İmam Mehdi əleyhissalamın anası Nərgiz xatun adında bir xanım olmuşdur. Müsəlman dünyasında sayılıb seçilən xanımlardan biri də elə 12-ci imamın anasıdır və Mehdi sahibə zaman əleyhissalamın anasının digər Əhl-i Beyt imamlarımızın anası kimi sayıb seçilən xanımlardan biri olmuşdur. Bəs bu xanımı diqqət mərkəzinə gətirən, bu xanımı tarixdə xüsusi yer alan, tarixin səhifələrində ona yer verən əsas səbəblərdən biri nədir? Nə üçün o xanımın həyatı tarixdə həm bizim üçün, həm digərləri üçün çox əhəmiyyətlidir? Bununla bağlı iki cavab verilib. Bir, o xanımın tanınmış, seçilmiş, müqəddəs, dünyaya nicat verəcək, zülmü aradan aparıb haqqı, ədaləti yer üzərində bərpa edəcək bir kişinin anası olmasıdır. Bir şəxsiyyət tanınırsa, onun haqqında danışılırsa, 12-ci imam kimi bütün dünya, bütün müsəlmanlar bir nəfərin yolunu gözləyir. Müsəlman inancına əsasən fərq etməz əhl-i sünnə qardaşlarımız, yaxud da əhl-i beyt inancına olanlar hamısı Peyğəmbər balası İmam Mehdi əleyhissalam yolunu gözləyir. Maraqlıdır, görəsən yolun gözlədiyimiz İmam Mehdi əleyhissalamın atası kimdir, anası kimdir? Atası 11-ci imam, İmam Həsən Əskəridir. Anası isə Nərgiz yaxud da Nərgiz xatundur. Ona görə də belə bir şəxsiyyətin anası olduğuna görə digər imamlarımızın anaları kimi o da həmişə diqqət mərkəzindədir. Bu barədə danışmağın əhəmiyyəti vardır. Bu xanımı digər xanımlarından fərqləndirən cəhətlərdən biri onun dünyaya gətirəcək, dünyanı xilas edəcək, nicat verəcək şəxsin anası olmasıdır. İkinci, ona görə o xanımdan danışmaq əhəmiyyətlidir ki, tarixə əsasən o xanımın missiyası təkcə o imamı dünyaya gətirmək olmamışdır. O xanımın missiyası sirləri bilmək, gizlində hərəkət etmək, İmam Həsən Əskəri ilə əl-ələ verib, İmam Mehdi əleyhissalamı dünyaya gətirəndən sonra onu qorumaq missiyası olmuşdur. Bildiyiniz kimi, Əhl-i Beyt imamlarımızın, hətta əziz Peyğəmbərimizin, Allahın salamı olsun ona və Əhl-i Beytinə xəbər verdiyinə əsasən 11-ci imamın övladı gəlib bütün zalimların hakimiyyətini aradan aparacaq, ədaləti quracaq. Ona görə də həm Əməvilər, zalimlar, həm Abbasilər, zalim xəlifələr çalışırdılar imamı nəzarətdə saxlasınlar, Əhl-i Beyt imamlarımızın dünyaya gələn uşağı ilə maraqlansınlar. Necə ki, Qur'an-ı Kərimdə də bu barədə Fironla bağlı bir mövzu var, eşitmisiniz, bilirsiniz. Firon seyrkarların, kahinlərin ona verdiyi məlumata əsasən bilirdi ki, bir uşaq dünyaya gələcək, Bəni İsraildən olacaq və onun taxt tacını çevirəcək. Ona görə Qur'an deyir ki, o uşaqları öldürür, ana bətnində olan uşaqları belə qətlə yetirirdi. Amma Allah Teala öz qəzavı qədərindən, öz hikmətindən öz hökmünü tamamladı və Musa Peyğəmbərin əleyhissalam anası onu dünyaya gətirdi. Allah Teala elə Musanı Fironun sarayında böyətdi. Bu başqa bir mövzudur. Amma bunu danışdım ki, o cümlədən də İmam Mehdi əleyhissalamın Musa Peyğəmbərə oxşar cəhətlərindən biri budur. Zamananın xəlifələri gecə-gündüz çalışırdılar, casuslarla, xəbərçinlərlə imamın evindən məlumat tapsınlar. Üzr istəyirəm ifadəmə görə, imamın hansı xanımının, hansı kənizinin hamilə olduğunu öyrənsinlər, imamın evində dünyaya gələn uşağı bilsinlər, hansı uşağın o evdə hərəkət etdiyini belə nəzarətdə saxlasınlar. Sonra o imamı elə uşağı ikən aradan aparsınlar ki, sabah onların taxt-tacına problem olmasın. Necə ki, Firon bu niyyətdə idi. Amma Allah Teala bunu istəmədi və xanım da ictimai siyasi baxımından 12 imamı qorumaq missiyasını daşıyırdı. Necə qorumağın inşallah bundan sonraki söhbətlərimizdə buna işarə edəcəyik. Deməli, xanımın həyatını öyrənmək həm də onun üçün əhəmiyyətlidir ki, xanım Allah tərəfindən seçilmişdi, belə bir şəxsi dünyaya gətirsin. Bir, belə bir şəxsin anası olmaqla yanaşı, həm də o şəxsi qorumalı idi. Elə tarixə baxırıq, İmam Həsən Əskəri əleyhissalam şəhid olandan sonra Abbasi xilafəti, yəni onu zəhərləyib öldürəndən sonra çalışırlar onun varisini tapsınlar. Görsünlər onun özündən sonra övladı kim olacaq? Xanımlarını belə nəzarətə götürdülər. İmamın evində olan bütün xanımları, ki onların çoxu da kəniz olmuşdur, hamısını nəzarətdə saxladılar. Üzr istəyirəm ifadəmə görə, hansı xanımın hamilə olduğunu öyrənsinlər və imamın varisi olduğunu tapsınlar. Bəzi tarixlərdə var, hətta kənizlərdən biri yalandan iddia etdi ki, mən imamdan hamiləyəm, imam dünyasını dəyişəndən sonra bu xəbər saraya çatan kimi o xanımı tez evindən çıxartdılar.
neçə ay sarayda saxlatdılar, ta hamiləliyin nişanələri onda bilinsin, uşaq dünyaya gətirəcəyi məlum olsun. Təbii ki, deyirlər, o uşaq dünyaya gətirmədi və bu xəbərin yalan olduğu ortaya çıxdı. O xanımın adları haqqında bir şəxsi tanımağın yollarından biri də onun adlarını, ləqəblərini və ərəb dilində olan künyəsini bilməkdir. Xanımın adları müxtəlif formada deyilmişdir. Çoxu ləqəb olduğunu qeyd etmişlər. Mən onları bir-bir sayıram. Nərciz, Azərbaycanca Nərgiz də deyilir. Susən, Səqil, Seyqəl, Reyhanə, Hədithə, Həkimə, Məlikə, Mələkə ola bilər Azərbaycanca, Xəmd, o cümlədən də Məryəm adı xanım üçün sayılmışdır. Bunların arasında ən etibarlı, xüsusən də Əhl-i Beyt alimlərinin kitabında vurğulanan və bizim Əhl-i Beyt imamlarımızdan Allahın salamı olsun onlara hədislərdə adı çəkilən kəlmə Nərcisdir. Nərcis yaxud da Nərcis xatun hörmət əlaməti olaraq adı çəkilir. Yaxşı, sual oluna bilər. Bu xanımın bu qədər adlarının çox olmasının nə mənası var idi? Cavab. Bir, ərəb mədəniyyətində bir xanıma onda olan müxtəlif xüsusiyyətlərə görə müxtəlif adlar qoyula bilər. Bir xanıma bir ad yox, dəfələrlə bir neçə adlar verilirdi. Bu Peyğəmbərin də zövcələrində belə adları biz görürük. Allahın salamı olsun ona və Əhl-i Beytinə. Xüsusən kənizlərlə bağlı bu deyilmişdir. Kəniz evdə olan xidmətçi xanım ki var, kəniz deyilir ona. Kənizə müxtəlif adların verilməsi adətən də gül adlarından götürülür. Bunlar ərəblərdə mədəniyyət olaraq olmuş bir şeydir. İkincisi, bu adların hərəsinin bir mənasına baxdıqda belə başa düşürük ki, bu adların özü xanıma iftixar, fəxr olaraq verilmişdir. Bəli, xanım belə bir şəxsin 12-ci imamın anası iftixarına nail olduğuna görə ona bu adlar verilmişdir. Yaxud da İmam Mehdi əleyhissalamla bağlı olduğuna görə anasının adını belə qoyublar. Məsələn, onların arasında Seyqəl yaxud da Səqil adları üzü parıltılı, nur verən deməkdir. Belə bir xanım ki var, nura hamilə olmuşdur. 12-ci imam nur olaraq qələmə verilmişdir. Bu baxımdan da ona nur deyilmişdir. Yaxud da ki, həmin adlar ki var, Reyhanə adı gül adı hesab olunur. Nərciz də həmçinin Nərgiz gülü adından hesab olunur. Məryəm də bir gül adı olduğu qeyd olunur. Və o cümlədən də Məleykə adının özü də onun bir tarixə əsasən Bizans imperiyasının, Rum imperiyasının belə deyək, imperatorunun nəvəsi olduğuna görə sarayda sayılıb seçilən Nəcibzadə, Şahzadə ailəsindən olduğuna görə ona Məleykə adı verilmişdir. Amma yenə də deyirik, bu adların arasında ən üstün ad və ən dəqiq ad xanımın Nərgiz adıdır ki, ərəbcə Nərcis deyilir. Yaxşı, xanımın bəs ləqəbləri nə olmuşdur? Xanımın ləqəblərinin arasında ən çox Əhl-i Beyt imamlarımızın da vurğuladığı ləqəb Xeyrətul İma yaxud da Seyyidətül İma olmuşdur. Xanım haqqında deyəcək, xanım kəniz olmuşdur. Yəni, kəniz ərəb dilində azad qadının müqabilində işlənəndir. Qul qadına kəniz deyilir. Xanımın özü kəniz olduğuna görə və kənizlərin də arasında ona bu ad verilmişdir. Kənizlərin ən üstünü, ən xeyirlisi, ən seyyidəsi. Bu, onun ləqəblərindən olmuşdur. O cümlədən də xatun kəlməsi onun ləqəblərindən qeyd olunmuşdur. Nərcis xatun deyiləndə onu da ona əlavə eləyiblər. Bəs künyə və künyə necə? Künyə ərəbcə uşağa görə verilir. Məsələn, Əbəl Həsən, yaxud da Ummul Həsən, Həsənin anası, Həsənin atası. Ərəblərdə belə bir şey var. Ataya bu künyəni verirlər. Xanımın özün bir İmam Zaman ağanın mübarək adı ki var, bəzi hədislərə əsasən çəkilməməlidir. Peyğəmbərin adı sonra Peyğəmbərin adını qoyun onun yerinə. Yəni bizim Peyğəmbərin adı qoyulanda qabağına bir qoyun. Belə bir künyənin adı çəkilmişdir. O cümlədən də onun Ummul Qaim əleyhissalam ki, bu kəlmə, bu ad özü İmam Zaman ağanın adlarındandır. Bunun haqqında inşallah məlumat verəcəyik sonraki bəhslərimizdə. Və Qaim əleyhissalam İmam Zaman ağanın ən mühüm, çox çəkilən adlarından hesab olunur. Ummul Qaim, Qaimin anası künyəsini vermişdir. Şəxsiyyəti və milləti haqqında. İmam Mehdi əleyhissalamın anası haqqında əsas iki rəy var. Birinci rəy, o kəniz olmuşdur. Həkimə xanım İmam Hadi əleyhissalamın evində olan qızı tərəfindən böyəldilmişdir və yaxud da ki, əslinin də Afrikada Sudan ölkəsindən olduğu qeyd olunmuşdur. Kəniz bəzən imamın qızı olan Həkimə xanım adlanan İmam Hadi əleyhissalamın qızı ki var, Həkimə xanımın kənizi kimi qeyd olunmuşdur. Onu evində böyəlməyindən danışılmışdır. İkinci xanımın kəniz olmağı isə
Rum Bizans imperatorunun nəvəsi və ana tərəfdən isə İsa Peyğəmbər əleyhissalamın həvarilərindən birinin nəvəsi olduğu qeyd olunmuşdur. Yəni Nərgiz xanımın özü İmam Mehdi əleyhissalamın anası haqqında ikinci rəy bundan ibarətdir ki, o ata tərəfdən Bizans imperatorunun nəslindən nəvəsi hesab olunmuşdur. Adı da tarixdə gəlmişdir Bizans imperatorunun. Ana tərəfdən isə İsa Peyğəmbərin həvarilərindən olan Şəmunun nəslindən hesab olunmuşdur. Hadisənin özü haqqında isə inşallah birazdan diqqətinizə çatdıracağam. Yaxşı, bəs kimsə sual verə bilər ki, imamın anası kəniz olmuşdur. Bu imama nəsə bir sual altına aparmağa, imama bir nöqsan kimi deyilə bilərmi? Xeyr. Təkcə İmam Mehdi əleyhissalam yox, bizim digər imamlarımızın da bildiyiniz kimi tarixdə anaları kəniz hesab olunmuşdur. Allah qatında azad qadınla kənizin, qulla azad insanın fərqi yoxdur. Bu o zamanın tarixi bir hadisəsi idi. İnsanlar da çox təəssüf olsun əşya kimi alınıb satılırdı. Qul bazarları olurdu və Əhl-i-Beyt imamlarımız, Allahın salamı olsun onlara, belə bir şəxsdən dünyaya gəlməyi o xanımlara dəyər verməkdir. Niyə? Çünki ərəblərdə, xüsusən cahiliyyət dövründə, hətta buna baxmayaraq, müsəlman olandan sonra da aralarında belə bir yalançı, pis adət-ənənə vardı ki, heç bir azad kişi gedib bir xanım özünə həyat yoldaşı etmirdi qullardan, kəniz almırdı. Alsaydı da kənizi özünə uşaq anası qərar vermirdi. Amma Əhl-i-Beyt imamlarımız, Allahın salamı olsun onlara, kənizləri alıb azad etməsi, kənizlərdən uşaq dünyaya gətirməsi, hətta bir neçə imamımızın anasının kəniz olması onların kənizlərə, qullara dəyər verməsindən xəbər verir. Bu da normal bir haldır. Və maraqlı budur, Əhl-i-Beyt imamlarımızın qeybdən xəbər verməklə də bağlı bir nöqtə var. Onu da diqqətinizə çatdırın burada. Əhl-i-Beyt imamlarımız İmam Mehdi əleyhissalamın danışanda onun anasını çox vurğulayır ki, anası kənizdir. Anası yəni qul qadındır. Sonra da alınır və imamın evinə gətirilir. Təəccüblə deyirlər ki, niyə məhz imamlarımız bunun üstündə çox qalırlar? Vurğulayırlar ki, İmam Mehdi əleyhissalamın anasını xüsusilə vurğulayırlar ki, kəniz olmalıdır. Sonradan tarixə baxdıqda görürük ki, dəfələrlə Əməvilərin və Abbaslərin dövründə yalançı Mehdilər, yalançı İmam Zamanlar əleyhissalam ortaya çıxanda, İmam Zaman olduğunu iddia edəndə, Mehdi olduğunu iddia edəndə onların yalanını faş etməyin, rüsvay etməyin bir yolu da onların analarının kəniz olmamasıdır. Və Əhl-i-Beyt imamlarımıza xəbər verəndə filan kəs Mehdi olduğunu iddia edib, imamlarımız deyirdi o Mehdi ola bilməz. Niyə? Çünki onun anası kəniz olmalıdır. Halbuki o iddia edən anası isə azad qadındır. Bununla da hətta alimlər buyururlar ki, imamlarımız öncədən, qeybdən bu xəbəri verməklə onların daha da güclü bir tarixə və elm sahibi olduğunu, gələcəkdən xəbər vermək olduğunu bizə məlumat çatdırıblar. Bu barədə Əl-Qeybə kitabında Nu'manın kitabına müraciət edə bilərsiniz. Yaxşı, deməli İmam Zaman əleyhissalamın anası ilə bağlı iki mövzu var. Bir, kəniz idi, Həkimə xanımın evində, İmam Hadi əleyhissalamın qızının evində və 11-ci imam evləndi, ondan İmam Zaman ağa dünyaya gəldi. İkinci rəy isə budur ki, o Avropadandır, belə deyək. Bu günlərdə xristianlarla müsəlmanları bağlayan cəhətlərdən biri də 12-ci imamın zuhur edəndə İsa Peyğəmbərlə onunla bir yerdə olması və belə deyək, İsa Peyğəmbərin özünün də İmam Mehdi əleyhissalamla bağlı olmasıdır. Sadə dillə desək, İsa Peyğəmbər ki, İmam Zaman ağa ilə gəlib dünyada ədaləti bərpa edəcəklər, İmam Zaman ağanın vəziri, köməkçisi İsa Peyğəmbər olacaq. İsa Peyğəmbər özü o İmam Mehdi əleyhissalamın elçiliyini etmişdir. Onun elçiliyinə iştirak etmişdir. Hadisə necə olmuşdur? Bu ikinci rəyə əsasən Nərgiz xanım sarayda yaşayır. Bizans imperatoru onu başqa kişi ilə evləndirmək istəyir. Amma kəbin mərasimi qurulanda sarayda çox maraqlı hadisələr baş verir. Sarayda bir neçə şeylər sınır, dağılır. Bu zaman xristian keşişləri belə bu kəbini kəsməkdən imtina edirlər. Bu evliliyi məsləhət bilmirlər. Sonra Nərgiz xanımın özü yuxu aləmində xanım Fatimə-i Zəhra salamullah əleyhanı, xanım Məryəm salamullah əleyhanı görür və hər ikisi onlar danışırlar. Xanım Fatimə-i Zəhra onu qucaqlayıb sinəsinə sıxır, onu İslam'a dəvət edir. O müsəlman olur və onu gələcək nəslindən olan İmam Həsən Əskər əleyhissalamla tanış edir və onları bir yerdə evlənəcəyindən xəbər verir. Sonra bir elçilik mərasimi təşkil olunur və həmin elçilik mərasimində bizim əziz Peyğəmbərimiz, Allahın salamı olsun ona və pak Əhl-i-Beytinə, o cümlədə də İsa Peyğəmbər əleyhissalam iştirak edir. Və bizim Peyğəmbərimiz, İslam Peyğəmbəri, yəni İsa Peyğəmbərdən onun elçiliyini edir. Və deyir ki, bu elçilikdə sən də iştirak etməlisən və bunun razılığı ilə o xanım ərə verilir.
Sonra o xanımın özünə tapşırılır ki, sən özün müsəlmanlarla xristianlar arasında baş verəcək döyüşdə, yaxud da ki, özün gəlməlisən, əsirlərin arasında qərar tutmalısan. Baxın bu xanımın imanına, özünü müharibəyə çatdırır, saraydan qaçır və əsirlərin arasına özünü salır bilə-bilə. Baxmayaraq ki, imperatorun qızı əsir düşməyə bilərdi. Sonradan o Bağdada qul bazarına gətirilir. İmam Həsən Əskəri əleyhissalam vasitəsilə onun özü qul bazarından gətirilir. Bir tanınmış sahabənin Əbu Əyyub Ənsarinin nəslindən olan bir nəfərlə və imam onu tapşırır Həkimə xanıma. Həkimə xanım ona İslamı, Qur'anı, İslam maarifini öyrədir. Sonra o İmam Həsən Əskəri əleyhissalamla evlənir və bunun nəticəsində 12-ci İmam əleyhissalam dünyaya gəlir. Bu qısa bir tarixi hadisəni sizin diqqətinizə çatdırdım. Amma bu hadisə ilə bağlı bəziləri iradlar da bildiriblər. Bunun sənədində problem var, yaxud da bu dastan kimidir, hekayə kimidir. Buna necə inanmaq olar? Mən bunlar haqqında çox danışmaq istəmirəm. İki alimin rəyini diqqətinizə çatdırmaqla bu barədə söhbəti yekunlaşdırıram. Bir, tanınmış alim Muxtarla bağlı danışanda adını çəkmişəm, hal-hazırda sağdır. Şeyx Nəcmüddin Təbəsi hədis elmində, tarix elmində, xüsusən də Məhdəviyyət, İmam Zaman əleyhissalamla bağlı, axirə zamanla bağlı mövzularda tanınmış bir alimdir. Böyük bir alim, müctəhidlər belə onun rəyi üstündə hesab açırlar. O özü araşdırmasında bu hadisənin özünü heç də uydurma olmadığını, bu hadisənin sənədində zəif insanların yaxud dağuluv eləyən, əhl-i beyti ilahiləşdirən insanlar olmasını inkar etmişdir. Elmi dəlillərə sübut etmişdir ki, heç də sizin dediyiniz kimi deyil, bu insanlar pis insanlar olmamışlar, bu hədisin özü zəif hesab olunmur. Digər xanım haqqında olan hadisələrə baxdıqda bunun özünü təsdiqləmək olar. İkincisi, mərhum Reyşəhri, Allah rəhmət eləsin, Mizanul Hikmə kitabının sahibi kimi tanınan bir şəxsin özü İmam Zaman ağa ilə bağlı yazdığı ensiklopediyada kitabın özünün də adı Danışnamə-i İmam Mehdi əleyhissalam fars dilindədir. O neçə cilddir, İmam Zaman ağına bağlı ensiklopediyadır. O da bunu araşdırmışdır. Sonda dediyi cümlələrdən biri bu olmuşdur ki, baxmayaraq ki, sənədində müəyyən zəifliklər ola bilər, amma bunun özü heç də saxta dastan olduğu anlamına gəlmir. İstəyənlər geniş ora müraciət eləyə bilərlər. Sonuncu bəhsimiz bu xanımın həyatını öyrənməyin əhəmiyyəti haqqında danışdığımız kimi onun fəziləti və məqamı haqqında danışacağıq. Əhl-i Beyt imamlarımızın, Allahın salamı olsun onlara, hamısının anaları sayıb seçilən müqəddəs, zamanəsini iffətli, ismətli, həyalı xanımlarından olmuşlar. Və doğrudan da hətta düşmənlər belə, Əhl-i Beyt imamlarımız, Allahın salamı olsun onlara, pisləyənlər belə onların anası ilə bağlı mənfi söz deyə bilməmişlər. Pak bir anadan dünyaya gəldiyini vurğulamışlar. O cümlədən də İmam Mehdi əleyhissalamın Allah qatında, Peyğəmbər yanında, Əhl-i Beyt imamlarımızın yanında, hətta Əhl-i Sünnə qardaşlarımızın yanında tərifləri və fəzilətləri deyilmişdir. 1. İmam Mehdi əleyhissalamın anası olması. Bir şəxsin, bir xanımın 12-ci imam, dünyaya nicat verən İmam Mehdi əleyhissalamın anası olmaq üçün seçilməsi o xanımın Allah qatında olan dəyərindən, fəzilətindən xəbər verir. 2. İmamların onu tərifləməsi. Əhl-i Beyt imamlarımızın Həzrət Əli, İmam Həsən, İmam Sadiq, İmam Kazim və İmam Rıza əleyhimussalamdan o xanımla bağlı deyilən hədislərdə xanım haqqında fəzilətli sözlər deyilmişdir. Əhl-i Beyt imamlarımız əbəs yerə, boş yerə bir xanımı, bir insanı tərifləməzlər. Həzrəti Əli əleyhissalamın özü gələcəkdə onun nəslindən olan bir kişinin İmam Mehdi əleyhissalam haqqında danışanda sonra İmam Mehdi haqqında belə bir cümlə demişdir. Bir tərif öz gələcək övladı İmam Mehdiyə demişdir, bir tərif də onun anasına demişdir. Baxın, bi-əbi İbni Xeyrətil İma, atam fəda olsun. O şəxsə ki, anası kənizlərin ən üstünüdür. İmam əleyhissalam özünü İmam Mehdi əleyhissalam haqqında danışanda canını fəda etməkdən danışır. Belə bir şəxsdir ki, imam ona bu sözü deyir. Bu cümlə bi-əbi, atam, yaxud da bəzən ummi də deyilir, anam sənə fəda olsun, imamlarımız hər adamı deməyiblər. Necə ki, Əbəlfəz əleyhissalam haqqında danışanda dedik ki, Əbəlfəz ağanın özünə imamlarımız bu cümləni deyiblər. Görün, elə bir şəxsiyyətdir ki, layiqdir ki, imam öz canını belə bir şəxs üçün fəda etsin. 2. İmam deyir, canın fəda olsun o şəxsə ki, onun anası kimdir? Kənizlərin ən xeyirlisi, ən üstünü, seyyidəsidir. O cümlədən də İmam Rıza əleyhissalamdan bir hədisi deyim. İmam Rıza əleyhissalamın özü də ondan danışanda mənim nəslimdən 4-cü bir övladım Ər-Rabi' min Vuldi gələcək İbn-i Seyyidətil İma, o kənizlərin
ən üstün oğludur. Sonra deyir ki, zülmü aradan aparacaq, yer üzərini zülmdən təmizləyəcək və imamın hədisinin ardı var. Bu hədislərin özü də Kifayətül Əsər kitabında buna baxa bilərsiniz. O cümlədən də digər imamlarımızdan. 3. Xanım Fatimə-i Zəhra salamullahi aleyhanın onu İslama dəvət edib qucaqlaması. Ki, o özü yuxunu danışanda İmam Zaman Ağanın anası, yuxuda xanım Məryəmi gördüm salamullahi aleyha və xanım Fatimə-i Zəhra salamullahi aleyhanı gördüm və o məni öz sinəsinə sıxdı və onu İslama dəvət edir. İlk onunla tanışlığı da orada baş verir. Xanım Fatimə-i Zəhranın onunla davranması, onu qucaqlayıb sinəsinə sıxması o xanımın Allah yanında və xanımın yanında olan məqamından xəbər verir. 4. Zamanəsinin ən üstün qadını olması. Bizim əqidəmiz budur. Dünyanın əvvəlindən axırına qədər, dünya və axirətdə bütün xanımların ən üstünü xanım Fatimə-i Zəhradır. Salamullahi aleyha. Amma digər xanımlar isə öz zəmanəsində, bu cümləyə diqqət edin, öz zəmanəsində xanımların ən üstünü ola bilərlər. Məsələn, xanım Məryəm salamullah aleyha öz zəmanəsinin ən üstün xanımı olmuşdur. Xanım Asiyə salamullah aleyha Fironun həyat yoldaşı Musa peyğəmbərin həyatını qoruyan, sarayda yaşamağına baxmayaraq şəhid olan, işgəncə görən, axıra qədər təslim olmayan Musa peyğəmbərə iman gətirən xanım zəmanəsinin ən üstün xanımı kimi adları qeyd olunmuşdur. Və o cümlədən də xanım haqqında deyilən hədislərdə İbni Xeyrətül İma, xeyrə kəlməsi yaxud da seyyidə kəlməsi işlənməsi onun ən üstün zəmanəsinin xanımı olduğu xəbər verir. Əgər ondan üstün xanım olsaydı, məsləhət o olardı ki, gəlib İmam Zaman Ağanın anası olsun, üstün xanım qala-qala, ondan aşağı, ondan alçaq olan birinin sorağına getmək düzgün deyil. Ağıl, məntiq də bunu demir. Və hədisdə də deyir ki, o, onun haqqında xeyr kəlməsi, ən üstün, seyyidə kəlməsi işlənməyi, onun zamanəsinin ən üstün xanım olduğu bəlli olur. Yaxşı. O cümlədən də onun imanına baxdıqda görürük ki, onun imanı bunu tələb eləyir. Niyə? Alimlər, tarixçilər buyururlar. Necə Asiyə xanım Fironun sarayında işgəncələr dözdü, saray həyatını boşlayıb, ölümə, şəhadətə razı oldu. Amma Musa peyğəmbərin imandan dönmədi. Bu xanım da sarayda yaşamağına baxmayaraq, Bizans imperatorunun nəvəsi saray qadını olmağına baxmayaraq, xoş rifah həyatından əl çəkib, özünü əsirlərin arasına qatıb, bazarda əsir kimi satılmağına razı olur. Ağır bir işgəncələr görür, amma İmam Zaman Ağanın anası olmağını əldən vermir. Bu xanımın imanının üstünə, hər xanım bunu seçməz. İmanın güclü olsun ki, gərək sən bu ağır yolu seçəsən. Təmtaraqlı dünya həyatından, saray həyatından, şirin dünya həyatından keçib, əsir olmağa razı olasan ki, gəlib imamın həyat yoldaşı olasan. Bu, hər xanıma baxırıq, bəzi imamların xanımları, imamları zəhərləyiblər. Amma bu xanıma baxırıq ki, bu xanım nə xidmətlər göstərir. 5. Zuhur vaxtı bu xanımın adı çəkiləcək. Görün, Allah qatında İmam Zaman Əleyhisselamın anasının nə qədər üstünlüyü var ki, Əhl-i Beyt imamlarımız bəzən ad çəkəndə, tərifləyəndə ananın da adını qeyd ediblər İmam Zaman Ağanı. Baxın, imamlarımız İmam Zaman Ağa gəlməmişdən qabaq, göydən, samadan bir səs gələcəyini, İmam Zaman Ağanın haqq olduğunu vurğulayacaq. Bütün millətlər hamısı öz dilində bir səs eşidəcək, İmam Zaman Ağanın haqq olduğundan bağlı. Və orada imamın atası ilə yanaşı anasının da adı çəkiləcək. İza nudiya bi ismihi, onun adı ilə nida olunar və ismi əbihi, atasının adı ilə və ummihi və anasının adı çəkiləcək. Xoş o xanımın halına. Dünyaya nizat verən son xilaskar İmam Zaman Əleyhisselam gələndə adı, atasının adı çəkiləndə onun anasının adı da, o xanımın, Nərciz xanımın da adı çəkiləcək. 6. O xanımın özünün Musa peyğəmbərin anasına ziyarətnamələrdə oxşaması. Onun haqqında ziyarətnamə var və Samirə şəhərinə gedənlər o ziyarətnamanı oxuyurlar. O ziyarətnamənin özündə Seyyid ibn Tavusdan nəql olunan əsasən elə bir sözlər işlədilmişdi ki, baxırıq o xanımda nə xüsusiyyətləri var. Salam olsun o xanıma ki, o xanım siddiqədir, mərziyyədir, zəkiyyədir, təqiyyədir, nəqiyyədir. Bu sifətlər ona verilmişdir. Sonra ona demişdi ki, salam olsun o xanıma ki, Musa peyğəmbərin anasına oxşarlığı var. Nədir o? Allah Teala xanımların hamiləliyi bilinməsin deyə, casuslar xəbər verməsinlər, qadın casuslar gəlib gedirlər imamın evinə ki, hansı xanım hamilədir, onu xəbər versinlər və imamın övladının dünyaya gəlişin qabağını qarşısını kəssinlər. Necə ki, Musa peyğəmbərin özündə də Firon hamilə qadınları öldürürdü. Amma Allah Teala Musa peyğəmbərin anasını elə elədi ki, baxmayaraq ona hamilə idi, amma hamiləliyi bilinmirdi. Bu möcüzədir. Bu möcüzə Musa əleyhissalamda olduğu kimi İmam Zaman əleyhissalamda da olmuşdur. Və bunun haqqında əhl-i-sünnə alimlər də etiraflar eləyiblər. Digər tarixçilər də o cümlədən. Salam olsun o xanıma ki, Musa peyğəmbər anasına oxşayır. Nə cəhətdən? Uşağını qorumaq,
hamiləlik gizli olmaq, onu dünyaya gətirmək və başqa cəhətlərdən. Və o cümlədən salam olsun o xanıma ki, İsa peyğəmbərin həvarinin nəslindəndir. Salam olsun o xanıma ki, İncildə onu tərifləyiblər. Bəli, İncil kitabında onu tərifləyiblər. Salam olsun o xanıma ki, onun elçiliyini İsa peyğəmbərdən bizim əziz peyğəmbərimiz etmişdir. Elçiliyini bizim peyğəmbər edib, təsəvvür edin, bu xanımın elçiliyini əziz peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə getmişdir. Və salam olsun o xanıma ki, o xanımın özü çox böyük işlər görmüşdür. Sonra ziyarətnamada biz şəhadat verdik ki, sən vəzifəni, əmanəti düzgün yerinə yetirdin. Sən imama çox gözəl sərpərəstlik elədin, onu dünyaya gətirdin və bu yolda səbirli oldun. Sonra hətta deyir ki, və baləğtə fi hifzi hüccətillah. Allahın yer üzərində olan höccətini, nümayəndəsini qorumaqda çalışdın. Çox çətinliklə qorudu özün ki, imamın dünyaya gəlməyində düşmənlər duyuq düşməsinlər və onu aradan aparmasınlar. Və digər təriflər də onun haqqında söylənmişdir ki, o xanımın fəzilətindən xəbər verir. Yaxşı, əhl-i sünnə qardaşlarımız, onlar necə İmam Zaman ağanın anası haqqında kitablarında nəsə bir qeydlər vurublar, gətiriblərmi? Bəli. Qunduzi Hənəfi, yəni Əbül-Məvəddi kitabında Hənəfi alimlərindən İmam Zaman ağanın 15-i Şaban gecəsində dünyaya gəlməyindən danışır və o xanımın özünün adının Nərcis olduğunu və Həkimə xanımın onu uşağı dünyaya gətirəndə kömək etdiyini vurğulayır. Xacə Muhammed Parsa, Hənəfi, o da İmam Zaman ağanın anasının Nərcis olduğunu vurğulayır, 15-i Şabanda dünyaya gəldiyini deyir. O cümlədən İbn Səbbağ Maliki eyni bu cümlələri işlədir və onun haqqında xeyrül əmə, kənizlərin ən üstün kəlməsi ki var, əhl-i beyt imamlarımıza gəlmişdir, onu vurğulayır. Ələvi Ənsabut Talibin kitabında İmam Zaman ağanın anasının adının Nərcis olduğunu və onu dünyaya gətirdiyini, o cümlədən onun Seyqəl yaxud da Siqəl adını daşıdığını və onun möcüzəvi formada hamiləlik əlamətlər nişanası olmadan dünyaya gətirdiyini əhl-i sünnə alimi vurğulamışdır. Nəsibi Mətalibus Suul kitabında, İbn Cəvzi Təzkirətül Xəvas kitabında onlar da o İmam Zaman ağanın anasının adı haqqında danışıblar və İbn Xalqan Şafeydə o cümlədən onun haqqında Vəfayatul Əyan kitabında danışmışdır və son Faraidun Simteyn kitabında, üzr istəyirəm, Faraidun Simteyn kitabında Cabir ibn Abdullah Ənsari peyğəmbər sahabəsindən nəql olunur ki, xanım Fatimənin adında olan səhifədə imamların anasının adı qeyd olunmuşdu və orada da İmam Hüccət ibn Həsən 12-ci imamın anasının adının da Nərcis xanım olduğu qeyd olunmuşdur. Və hətta Qunduzi Hənəfi Mühəmməd Baqir Əsəmdən nəql edir, 5-ci imamımızdan o İsa peyğəmbərin həvarilərinin Şəmunun nəslindəndir. Vəfatı. Xanım bəzi tarixə əsasən İmam Həsən Əskərdən qabaq dünyasını dəyişmişdir. Məsləhət bu idi. Uşağı dünyaya gətirən kimi dünyasını dəyişsin. Ondan bir neçə il sonra imam dünyasını dəyişir, yaxud da ay. Bəzi rivayətlərə əsasən, tarixə əsasən xeyr. O İmam Həsən Əskərdən sonra yaşamışdır. Bir neçə il yaşayandan sonra dünyasını dəyişmişdir. Və mübarək qəbri indi İraqda Samirra şəhərində İmam Həsən Əskərinin və digər bir imamımızın, iki imamın yanında və Həkimə xanımın yanında qəbri yerləşir. Allahın salamı olsun ona və əhl-i beyt imamlarımıza. Sonda xanımın özü ilə bağlı tövsiyələrimiz var. Xanım Allah qatında saydığı o qədər fəzilətli, üstün bir xanımdır ki, xanıma təvəssül eləmək belə alimlər tərəfindən bizlərə tövsiyə olunmuşdur. Ən ağır hacətlərdə ixlasla, səmimiyyətlə xanıma təvəssül edin, və istədiyinizi, hacətinizi Allahdan alın. Hal-hazırda sağ olan tanınmış alimlərdən biri Ayətullah Ənsariyan, Şeyx Ənsariyan özü buyurur ki, məndən soruşanda ki, mən çətinlik vaxtı nə edirəm? Çətinlik zamanı təsbihi əlimə götürürəm. 313 dəfə İmam Zaman ağanın xüsusi silahdaşlarının 313 nəfərdir köməkçiləri salavat anası Nərcis xanım haqqında göndərirəm. Ayətullah Sibevi, Kərbala şəhərində yaşayan, dünyasını dəyişən böyük müctəhidlərdən olan onun özü isə bunu başqa bir formada buyurur ki, iki rükət hacət namazı qılın. Sonra 313 dəfə İmam Zaman ağanın silahdaşlarının sayı qədər salavat göndərin. Sonra mübarək Fəth surəsini oxuyun və savabını İmam Zaman ağanın anası Nərcis xanıma hədiyyə edin. Ən ağır hacətlərinizdə bunun nəticəsini görərsiniz və işləriniz tez düzələr. Müşkilləriniz həll olar. Səbəbini də, hikmətini də belə açıqlayırlar alimlər. Cümləyə baxın. Biz bu işi görəndən sonra, savabını xanıma hədiyyə edəndən sonra o xanım kimin anasıdır? O xanımın özü öz övladına sözü daha tez deyir.
O xanım övladına deyir ki, bu hədiyyəni verənin hacətini Allahdan istə ki, övlad məcbur olur ki, anasının sözünü sanki eşitsin. Övlad İmam Zaman ağa anasının sözündən çıxmaz. Əlbəttə ki, Allahın hikməti məsləhəti olsa, Allahın hikməti məsləhəti olmasa imamlarımız da belə bir iş görməzlər. Sonda xanımın məqamına bu kifayətdir ki, Həkimə xanım müsəlman dünyasının tanınmış qadınlardandır. İmamın qızıdır, imam bacısıdır, imam bibisidir. İmam Zaman ağa dünyaya gələndə yeganə xanımdır ki, sirri bilib, heç kəs bilməsin, imam çağırıb onu, bizim 11-ci imam, İmam Həsən Əskəri uşağın dünyaya gəlməyində orada kömək eləyib. Qabilə deyək, İslam termini ilə uşağa mamanlıq eləmişdir. Təsəvvür edin, bu xanımın özü Nərgiz xanımın ayağından öpmüşdür. Düşünün, Həkimə xanım kimi təriflənmiş imamzadə olan, imam bacısı olan, imam qızı olan, imamın bibisi olan imamların təriflədiyi şəxs İmam Zaman ağanın yeganə mövludunda dünyaya gəlməyində möcüzələrə şahid olan xanım onu anasının ayağından öpür. Bizə başa salır ki, bu xanım kimdir? Allah bizi o xanımı tanıyanlardan, o xanıma təvəssül eləyib duaları qəbul olanlardan qərar versin.